Heç Hind okeanı ilə Afrikadan birbaşa Avstraliyaya keçməyi xəyal etmisinizmi? Xəritədə hər şey çox sadə görünür. Hind okeanını kəsib keçən sadə bir mavi xətt. Lakin reallıq tamamilə fərqlidir. Bir səyahət sizi məchulluğa doğru aparan macəra ola bilər. Bu səyahət üçün Mozambik və ya Kenya sahillərindən Perth şəhərinə qədər 9000 kilometrdən çox məsafə qət edilməlidir. Bu isə təxminən 11 saatlıq fasiləsiz uçuş deməkdir. Lakin bu hekayənin çox asan bir hissəsidir. İndi isə eyni məsafəni dəniz yolu ilə qət etdiyinizi təsəvvür edin. Bu dəfə uçsuz-bucaqsız bir okeanda 20 gündən çox üzməli olacaqsınız. Yanınızda səma, dalğalar və küləkdən başqa heç nə olmayacaq. Ən qəribəsi isə budur ki, dəniz yolu heç də düz deyil. Güclü cəryanlar sizi əvvəlcə cənuba, Madagaskara doğru, sonra isə şərqə, İndoneziyaya yaxın ərazilərə aparır və yalnız bundan sonra uzaq Avstraliya sahillərinə yaxınlaşmağa imkan verir. Bu eyni zamanda həm sakit, həm də qorxulu bir səfərdir. Hər bir dalğa sizin cəsarətinizi sınağa çəkir. Sanki dünyanın kənarı ilə üzürsünüz. Sonra isə kəşf edirsiniz ki, Avstraliya düşündüyünüz qədər yaxın deyil. Onu Afrikana ayıran yol yer üzündə ən uzun və ən təhlükəli dəniz keçidlərindən biridir. Bəs siz belə bir macəraya atılmağa cəsarət edərdinizmi?